Ermənistanda parlament seçkiləri ərəfəsində Qərb mediası geosiyasi rəqabətin artdığına diqqət çəkir. Forbes və Independent nəşrləri Ermənistandakı seçkinin xarici oyunçuların iştirak etdiyi mübarizəyə çevrildiyini yazır. Forbes yazır ki, Moskva İrəvanın Avropaya inteqrasiya istəklərindən getdikcə daha çox ehtiyatlanır. Nəşr qeyd edir ki, Rusiya Ermənistana Avropa İttifaqına üzvlük istiqamətində irəliləyişin mümkün nəticələrini izah edən məktub göndərib. Bu, təbii qaz, neft və xam məhsul almaq tədarükü üzrə əməkdaşlıq müqavilələrinin dayandırılması və ya ləğv edilməsinə aiddir. Ermənistanın təbii qaz istehlakının 82% Rusiyadan gəlir. Buna baxmayaraq 2020 və 2023-cü illərdə Qarabağda baş verən hadisələrdən sonra Baş nazir Nikol Paşinyan xarici əlaqələri şaxələndirmək və Qərb tərəfdaşları ilə əməkdaşlığı gücləndirmək siyasətində ardıcıllığı pozmayıb. 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanması mühüm bir mərhələ oldu. Bu, Vaşinqtonun regional proseslərdə iştirakını artırdı. Nəşr vurğulayır ki, Ermənistan qərbə yaxınlaşmağa davam edərsə, ABŞ-nin enerji istəkləri regionda yeni imkanlar əldə edə, Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən enerji infrastrukturunun və nəqliyyat marşrutlarının inkişafında iştirak edə bilərlər. Digər nəşrdə qeyd edir ki, Ermənistan Rusiya və Qərb arasında qlobal qarşıdurma meydançasına çevrilib. Moskvanın İrəvana subsidiyalı enerji təchizatını dayandırmaqla bağlı xəbərdarlığı təkcə Ermənistanda təsirini qorumaqdan yox, həm də Rusiyanın bir neçə xarici siyasət cəbhəsində təzyiqlə üzləşməsindən qaynaqlanır. 4 ildən çoxdur ki, davam edən Ukrayna müharibəsi Moskvanın diqqətini bura yönəldib. ABŞ və Avropa İttifaqı isə Rusiyanın təsir dairəsi hesab olunan bölgələrdə mövcudluğunu gücləndirir. Cənubi Qafqaz bu bölgələrdən biridir. Nəşr qeyd edir ki, bu vəziyyətdə Ermənistandakı seçkilər də regionda güc balansı uğrunda mübarizənin bir hissəsinə çevrilib.